Belə bir fikir var. Şiddəti göstərmək olmaz, cəmiyyətə pis təsir edir. İntiharı göstərmək olmaz, cəmiyyətə pis təsir edir. Bullyingi, zorbalığı, ailədə şiddəti, məktəbdə təzyiqləri göstərmək olmaz, cəmiyyətə pis təsir edir. Kriminalı göstərmək olmaz, cəmiyyətə negativ təsir edir, kriminalın artmağına səbəb olur. İntihar görsətsən, intihar edəcəklər. Ölüm görsətsən, ölüm artacaq və ilaxır. Bu cür fikirlər var. Bəzən psixoloqlar tərəfindən də bu səsləndirilir. Buna bir məni düşündürən və tez-tez qarşılaşdığım mövzu olduğuna görə biraz geniş cavab vermək istəyirəm. Birinci məsələ. Bizim psixologiyamız düşündüyümüz qədər də zəif deyil. Və bizim psixologiyamız mütləq olaraq manipulyasiyaya uğrayan psixologiyada deyil. Yəni mənim beynimdə bir sintez analizdə gedir bu iki. Üçüncü, şiddəti baxır necə göstərirsən. Şiddətin təbliğ formasında göstərilməsi yanlışdır. Şiddətə meyil, kriminala meyil, intiharın romantizm formasında romantikləşdirilməsi, bunlar təhlükəlidir və cəmiyyətdə onda intihara meyil yaranır. Və yaxud da ki, zorbalığı sən təbliğ eləyirsən, zorba insanın, agresiv insanın sonunda gözəl bir sonluqla nəticələndiyini göstərsən, caninin hörmətli bir şəxsiyyət kimi sən təqdim eləsən, cani dəyərli bir şəxsdir, cinayət törətdi və sonra bir kisə pulla getdi, Havay adalarında dincəldi, heç kəs də onu cəzalandırmadı. Sən bu cür təqdim eləsən, bəli, cəmiyyətdə statistikada göstərir, şiddətə də meyil yaranacaq, zorbalığa da meyil yaranacaq və ilaxır fəsadlar nəticəsini göstərəcək. Ancaq sən kriminalı pis tərəfdən görsətsən, sən narkomaniyanı pis tərəfdən görsətsən, narkomanın ailəsində olan o problemi sən görsətsən, narkoman psixologiyasını görsətsən, narkomanın həyatının məhvini görsətsən, insanlarda bu həyat tərzinə bir ikrah yaranacaq, narkomaniyadan insan uzaqlaşacaq. Zorbalığı sən göstərirsən ki, bu zorba adam, ümumiyyətlə aqressor deyirlər də ona, o da xoşbəxt olmur. Ümumiyyətlə, burada bucağın üç tərəfi var. Aqressor, şiddəti tətbiq edən, qurban, bir də şahid. Psixologiya göstərir ki, bu üçü də bədbəxt olur. Şahid də bədbəxt olur. Sonradan o özünə qarşı bir nifrət yaranır ki, mən bunu gördüm, ancaq sustum. Aqressor sonradan bu şiddətlə istəyir hər məsələni çözsün, o da alınmır və bunun özünün də bir problemləri olur. Aqressorun şəxsiyyəti məhv olur. Qurban da ki, məlumdur, təzyiq altında qalır. Baxın, bunu sən görsətsən, bu cəmiyyətə gözəl bir mesaj ötürür. O yanlış olaraq bəzən psixologiyanı bilməyənlər tərəfindən irəli sürülən bir fikir.